Vaxtınız xeyir olsun Nuraynə. Bəli, sizin də vurğuladığınız kimi Prezident İlham Əliyevin aztəminatlı ailələrə 200 manat məbləğində birdəfəlik ödənişin ödənilməsi ilə bağlı sərəncam imzalanmışdı və indiki məqamda da elə son informasiyaya görə yaxın müddət ərzində həmin ödənişin ödənilməsi ilə bağlı işə başlanılacaq və təbii ki, indiki məqamda həmin o aztəminatlı ailələrə maraqlıdır ki, kimlər alacaq bu vəsaiti, nə qədər alacaq və nə qədər müddətə alacaq. Daha təfərrüatlı informasiyalara, suallara elə ünvanlayacaq Milli Məclisin deputatı Vüqar Bayramova. Xoş gördük Vüqar bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Hər vaxtınız xeyir. Qeyd etdiyiniz kimi artıq sərəncam Cənab Prezident tərəfindən imzalanıb. O demək ki, ödənişlərin həyata keçirilməsi ilə bağlı proses başlayıb və gözlənir ki, yaxın günlərdə artıq ödənişlərin verilməsinə başlanılacaq. Söhbət 200 manatlıq bir dəfəlik yardımdan gedir və Cənab Prezidentin imzaladığı sərəncamda qeyd olunduğu kimi aztəminatlı ailələrə məhz həmin yardım xüsusən də 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə ödəniləcək. Bu zaman kimlər ala biləcək? Hazırda ünvanlı sosial yardım proqramı çərçivəsində dövlət büdcəsindən yardım alan vətəndaşlarımız həmin 200 manat yardımı almaq hüququna malikdirlər. Söhbət 76 min ailədən gedir. Bu eyni zamanda o anlama gəlir ki, 335 mindən artıq ailə üzvü məhz sözgedən sərəncam vasitəsilə faydalana biləcəklər. Və bu zaman təbii ki, müraciətə gəldikdirsə, bildiyiniz kimi ünvanlı sosial yardım proqramı ilə bağlı məlumatlar elektronlaşıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron məlumatlar var və praktik olaraq həmin elektron məlumatlar əsasında proaktiv olaraq, yəni Nazirlik tərəfindən ünvanlı sosial yardım alan vətəndaşlarımızın kartlarına vəsaitlər ödəniləcək. O baxımdan proses proaktivdir, elektrondur və həmin elektron proses uyğun olaraq 200 manatlıq yardım həyata keçirilməsi reallaşacaq. Bunun üçün ayrıca bir kartaya ehtiyac yoxdur. Ünvanlı sosial yardım proqramı çərçivəsində artıq vətəndaşlarımızda olan kart vasitəsinin ödənişin edilməsi mümkün olacaq. O vətəndaşlarımız ki, yardımdan istifadə edə biləcəklər, onlar hal-hazırda ünvanlı sosial yardım proqramında iştirak edirlər. Yəni, digər sosial yardım proqramında iştirak edən vətəndaşlarımıza bu yardımlar şamil olunmur. Yardımlar 76 min ailəyə, yəni ünvanlı sosial yardım proqramında iştirak edənlərə şamil olunur və eyni zamanda əgər vətəndaşımız müraciət edibsə, hələlik ünvanlı sosial yardım verilməsi ilə bağlı qərar yoxdursa, o halda da şamil olunmur. Amma müraciət edibsə və onunla bağlı qərar varsa, o halda təbii ki, vətəndaşımız 200 manatlıq yardımı almaq imkana malik olacaq. Gözlənir ki, yaxın zamanlarda proses başlanacaq, daha qısa zamanda tamamlanacaq. Çünki qeyd etdiyimiz kimi elektrondur, hər hansı yeni plastik kartın alınmasına ehtiyac yoxdur. Mövcud plastik karta vəsaitin ödənilməsi həyata keçiriləcək. Təbii ki, məqsəd aztəminatlı ailələrin sosial təminatını daha da yaxşılaşdırması və bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsidir. O baxımdan sosial addımdır. Bir daha bu təsdiq edir ki, Cənab Prezidentin rəhbəri ilə həyata keçirilən siyasətin ana xəttində vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi durur və biz təbii ki, növbəti illərdə də, xüsusən 2026-cı ildə də sosial təminat tədbirlərinin daha da genişlənməsini müşahidə edəcəyik. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə 200 manat məbləğində birdəfəlik ödənişin edilməsi ilə bağlı sərəncam imzalayıb. Yaxın günlərdə də elə bu sərəncamın icrasına başlanılacaq və elə prosesin də elektron formada olduğunu öyrəndik. Vüqar Bayramov bu barədə detalları açıqladı. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik geniş məlumatlar üçün.